Salam, ərbatınız xeyir olsun, mənim dəyərli izləyicilərim. Sizlər üçün Masazırın girəcəyində, Azasitin arxasında belə bir həyətli evin çəkilişini aparıram. Çəkib sizə təqdim edəcəm belə bir həyəti olan bir evi. Həyətə bir iki maşın daxil ola bilər. Və burada yeraltı çanı yerləşir, yəni su çanı. Ev kürsülüdür, normal vəziyyətdədir. Çöldə bir sanitar qoşaq var. Evin ümumi görünüşü sizə təqdim edim, görəsiniz. Və buradan daxil oluruq evin içərisinə. İlk dəhlizdən sonra, yəni birinci sağda sanitar qoşaqdır. Sağda, yəni girən kimi birinci sanitar qoşaqdır. Solda mətbəxdir. Yəni göründüyü əşyalardan qalan olacaq. Və burada yenə bir yataq otağıdır. Yəni ümumi çəkib sizə göstərirəm ki, görəsiniz. Belə bir qonaq otağıdır. Evin bu üçün heç bir yəni təmirə ehtiyacı yoxdur. Yəni belə deyək ki, çox qəşəng təmirdə olmasa normaldır da. Yəni yaşamağa yəni bu üçün ehtiyacı olmayan bir evdir. Və burada da bir qonaq otağı, yataq otağıdır. Və onu da deyim ki, ev qoşa daşdan tikilib. Evin çox əşyaları qalacaq. İstilik sistemi kombidir. Baxın, belə bir evdir. Ev 3 otaqdan ibarətdir və 2 sanitar qoşaqdır. Biri həyətdə yerləşir, biri evin içərisindədir. Evin sənəti bələdiyyədir, qaz, su, işıq daimidir. Bu qədər sizə evi çəkib təqdim elədim. İnşallah kim alsa Allah xeyirisi qismət eləsin. Bu qədər.